Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram, xoş gördük. Müsahibə mərhələsi üçün hazırlaşan bütün müəllimlərə uğurlar arzu edirəm və müsahibə üçün vacib olan ilk hissə haqqında danışmaq istəyirəm. Təbii ki, bundan sonra müsahibə videoları bizim YouTube kanalında olacaq. Bundan əvvəl də çox videolarımız var, baxa bilərsiniz və bundan sonra yenilənmiş 2026-cı il suallar üzərində də videolarımız olacaq. Həm sertifikasiya, həm MİQ müəllimləri üçün. Hörmətli müəllimlər, ən çox gələn suallardan biri müsahibə üçün vacib olan ilk hissə hansıdır? Yəni nələrə fikir verməliyik? Öncəliklə müsahibə sertifikasiya müəllimlərinə onlayn, MİQ müəllimlərinə isə əyani şəkildə keçirilir. Təbii ki, hər zaman belə olubdur. Ola bilər bu il şərtlər dəyişə bilər, başqa cür ola bilər, amma hər daima belə olubdur. Və burada əsas sizə meyarlar veriləcək. Sertifikasiya meyarlarında ümumi dünya görüşü sadəcə azdır. Ola bilər ki, dövlətlə bağlı, hər hansı bir torpaqlarımızla bağlı suallar verilə bilər. Amma MİQ imtahanında ümumi dünya görüşü daha çoxdur. Və müsahibə mərhələsində və MİQ mərhələsində həm ixtisasınız, həm psixoloji suallar, həm kurikulum suallarına üstünlük verilir. Və ilk hissədə nə haqqında danışmaq istəyirəm? Ən əsası ilk hissədə 5 əsas məqam sual verirsiniz ki, 5 əsas məqam haqqında ki, bunlar necə həyata keçirilir? Birinci, kimlər kəsilir? Öncəliklə qeyd etmək istəyirəm ki, yəni müsahibə mərhələsində kəsilmə hər kəsə aid olmur. Yəni hər kəsi kəsəcəklər. Belə bir anlayış səhv anlayışdır. Müsahibə mərhələsində hansı hallarda kəsilə bilərsiniz? Əgər meyarlara uyğun cavab verməsəniz, meyarlara uyğun olmasanız, yəni məsəl üçün psixoloji suallar, kurikulum sualları, verilən mövzu və s. bunlara uyğun cavab verməsəniz, fikirlərinizi düzgün şəkildə ifadə etməsəniz, təbii ki, kəsilə bilərik. Yəni onların verdikləri sualları düzgün şəkildə cavablandırmaq lazımdır. Müsahibə mərhələsində həm MİQ, həm sertifikasiya mərhələsində 20 baldan yuxarı toplayan müəllimlər keçmiş sayılır. Yəni 20 bal minimum baldır. Və qeyd etmək istəyirəm ki, artıq 20-dən aşağı toplamısınızsa kəsilirsiniz. Düzdür, sertifikasiyada bal sistemə yüklənir, amma MİQ-də yüklənmir. Çünki artıq siz onu görmürsünüz. Keçmisiniz və ya da keçməmisiniz, rəyi sizə gəlir. Və ən əsası qeyd etmək istəyirəm ki, burada maksimum bal 40 baldır. Və burada 20-ni keçmisinizsə artıq siz keçmiş sayılırsınız. Kimlər kəsilir? Məsəl üçün, sizlər meyarlar üzrə cavab verməsəniz, uyğun gəlməyən namizədlər, məsəl üçün, bəzən olur ki, müəllimlər istəmədən, bilmədən səhv cavablar verirlər. Məsəl üçün, şagird belə etsə nə edərsiniz, valideynə deyərsiniz və s. Daha sərt cavab verən, fikirlərini çatdıra bilməyən, danışa bilməyən, həyəcanlanan, məsəl üçün, həyəcanlanan elə insanlar var ki, onlar fikirlərini çatdıra bilmir və qarşıdakı insanlar elə bilirlər ki, o danışa bilmir və belə olan halda təbii ki, kəsilmə halı baş verə bilər. Ona görə də nəyə fikir verməlisiniz? Verilən meyarlara uyğun şəkildə, düzgün şəkildə hazırlaşıb və tez-tez danışıq aparmalısınız, ünsiyyət qurmalısınız. Hansı ki, tanımadığınız insanlarla qursanız daha yaxşı olar ki, fikirlərinizi daha yaxşı çatdırasınız və həyəcanı aradan qaldırasınız. İkinci, müsahibədə nələr vacibdir? Müsahibədə düzgün təqdimat, səlis nitq və məzmunun düzgün şəkildə çatdırılması. Bu, verilən icmal, yəni mövzular da ola bilər. Bu, sizə verilən digər meyarlar, psixoloji suallar, kurikulum və s. Bəzən düzgün təqdimat aparılmır. Birinci, özünü təqdim etmə düzgün olmalıdır. Özünü təqdim etmə nə çox uzun, nə də çox qısa olmamalıdır. Özünüzü təqdim edərkən və yaxud özünüz haqqında danışarkən qəti tərifləmirsiniz. Əsasən də sertifikasiya müəllimləri, mənim şagirdlərim Respublika birincisi olub, mənim şagirdlərim olimpiya yarışlarına gedib. Bu hallar daha çox müəllimin özünü tərifləməsi kimi qeyd olunur. Təbii ki, sual versə deyə bilərsiniz. Və məzmunu düzgün şəkildə çatdırmayanda, əlbəttə ki, bizim orada meyarlar üzrə balımızın kəsilməsinə səbəb ola bilər. Yəni, müsahibədə nələr vacibdir? Bunlar mütləq şəkildə verilən meyarlar, özünü təqdim etmə, mövzunun təqdim edilməsi, təhsil alanların qiymətləndirilməsi, psixoloji suallar, kurikulum, sinifin idarə edilməsi, bunlar çox vacibdir. Və burada qeyd olunan bir sual da var ki, hansı meyarlar vacibdir? Verilən meyarlardan əlavə olaraq sizin də bir, belə deyək də, müəyyən meyarlara cavab verməyiniz lazımdır. Yəni, həm görünüşünüz, yəni
Məsəl üçün siz əyani müsahibəyə gedirsinizsə, geyiminiz çox önəmlidir, səliqəli, saç düzümü səliqəli və ən əsası müəllim kimi olmalıdır. Bu meyarlar çox önəmlidir. Sizin özünüzə aid olan bir meyarlar və əsasən də səliqə, səhman. Bundan əlavə olaraq danışıq. Burada ünsiyyət çox önəmlidir. Ünsiyyət qurarkən tez-tez danışmaq, göz qaçırtmaq, bu hallara yol verməməlisiniz. Ən əsası isə bəzən olur ki, müəllimlər çaşarkən və yaxud da həyəcanlananda bunu qəbul etmirlər. Daha çox belə deyək də panika edirlər. Əlbəttə ki, siz həyəcanlana da bilərsiniz. Siz fikrinizi çatdırmaya da bilərsiniz. Bu halda bildirirsiniz ki, çox özürlü sayın. Əlbəttə ki, sizin kimi işini bilən peşəkar müəllimlərin qarşısında müsahibə vermək bizim üçün məsuliyyətli bir prosesdir. Ona görə həyəcanlana bilərəm. Yəni bunu qəbul edirik. Artıq orada həyəcanlandınız. Hə, misal üçün ta ki, misal olur da insanlar duruxur, dayanır, fikrini çatdıra bilmir, daha çox həyəcanlanmağa başlayır, ağlamağa başlayır, əsəbləşməyə başlayır və s. Belə hallara yol verməyin. Onlar sizin əsəbinizi belə yoxlaya bilərlər. Bəzən olub ki, müəllimlərə sual veriblər, əsəbləşdiriblər ki, görə əsəbləşəcək, eşitmirəm və yaxud da bir də denən, bu hallara diqqət yetirirsiniz. Hansı materiallardan oxuyaq? Hansı materiallar mütləq şəkildə 2026-cı ilin müsahibə üzrə ən əsas verilmiş faktlar üzrə olan bir kitab materiallardan oxumalısınız. Əgər istəsəniz, bizim hal-hazırda müsahibə kitabımız endirimdədir. 20 manat yox, yəni 20 manat deyil, endirimdən 11 manatdır. 11 manata əldə edə bilərsiniz. Bu müsahibə kitabı həm MİQ, həm sertifikasiya müəllimləri üçün keçərlidir. Burada fərqli düşündürücü suallar var və həmən sualların da cavabları var ki, sizlər necə cavablandıra bilərsiniz. Bu kitabı da əldə edə bilərsiniz və yaxud da dərslərə də qoşulanda biz müəllimlərə xüsusi materiallar göndəririk. Yox, əgər özünüz hazırlaşacaqsınızsa, kitabı əldə edərək də hazırlaşa bilərsiniz. Ən çox gələn suallardan biri, hətta ümumi dünya görüşünü mən hardan oxuya bilərəm, necə oxuya bilərəm, daha dəqiq olsun. Təbii ki, bunlar da çox önəmlidir. Çünki məlumat çoxdur. Yığcam şəkildə bir məlumat lazımdır ki, siz də rahat şəkildə oxuyasınız. Məhz bu kitab vasitəsilə bunu oxuya bilərsiniz. Ən çox nəyə fikir verək? İnam, düzgün şəkildə hazırlıq, məzmun və zaman düzgün idarə edilməsi. Yəni, ola bilər ki, siz MİQ-ə hazırlaşasınız, qısa zamanınız olsun. Ola bilər siz sertifikasiya müsahibə mərhələsində yaya düşür, istirahət edəsiniz, qısa zamanınız qalsın, siz düzgün şəkildə hazırlaşmalısınız. Və bəzi müəllimlər var ki, onların kurikulum bacarıqları çox zəifdir. Hətta heç bir kurikulum olsun belə yaza bilməyib və yaxud da 2 yazıbdır, 3 yazıbdır. O da belə deyək də atıb, yəni xüsusi olaraq bilmədən sadəcə düzgün çıxıbdır. Belə olur. Yəni bu müəllimlər daha çox müsahibə mərhələsində çətinlik çəkir. Çünki qiymətləndirmə meyarı var, qiymətləndirmə var, xüsusi olaraq şagirdlə münasibət var, Bloom taksonomiyasından suallar verilə bilər və s. Bu hallarda müəllimlər çətinliklər çəkir. Ona görə mütləq şəkildə müəllim zamanı düzgün şəkildə idarə etməli, az-az hazırlaşmalıdır. Əks halda bəzən çətin olur. Və qeyd etmək istəyirəm ki, burada sizi kəsmək üçün müsahibə etmirlər. Sizin həqiqətən də ola bilər 5 ildən sonra siz müsahibəyə gedirsiniz, yəni sertifikasiya vermisiniz və yaxud da ki, uzun müddətli işləyirsiniz, indi verirsiniz. Siz deyə bilərsiniz ki, məni niyə müsahibə edirlər? Əlbəttə ki, burada ən əsası müəllimin psixoloji durumu və müəllimin müəllim olmasına hazır olub-olmadığını yoxlamaqdır. Çünki illər dəyişir, insanlar dəyişir, xasiyyət dəyişir, insanların yaşadıkları olur və s. Ola bilər ki, müəllimin gərgin yanaşması, müəllimin belə deyək də münasibəti düzgün qurmaması, danışarkən bunun hamısını hiss edirlər və ünsiyyət bacarığının zəif olması şagirdlərdə də bu halların yaranmasına gətirib çıxarda bilər. Ona görə müsahibə mərhələsi təbii ki, önəmlidir. Və ilk hissə haqqında sizlərə məlumat verdim ki, yəni bu əsas məqam kimlər kəsilir, müsahibədə nələr vacibdir, hansı meyarlara fikir verək, hansı materialdan oxuyaq və ən çox nəyə fikir verək. Bunlar haqqında məlumat verdim sizə. Siz də bizi izləyərək digər məlumatlar
haqqında demək, informasiya əldə edə bilərsiniz. Gülşən müəllimə də mən də məlumatlar paylaşırıq. Hətta Gülşən müəllimə ilk videonu paylaşıb. Mütləq şəkildə izləyin. Ətraflı şəkildə yenə də məlumatlar veriləcək sizə. Və qeyd etmək istəyirəm ki, bir də ən çox gələn suallardan biri müsahibə mərhələsi nə zaman keçiriləcək? Müsahibə mərhələsi sertifikasiya üçün sentyabrın ayın 28-dən sonra başlayır. Üzr istəyirəm, avqustdan 28-dən sonra. Yəni siz artıq belə deyək də məktəbə gedirsiniz, başlayırsınız məktəbə, məzuniyyət bitir və birinci kəsilən müəllimlər də olur. Çünki onlar ikinci dəfə ikinci şans kimi gedir. Sonra isə artıq digər müəllimlər bəzən sentyabr ayının 15-20-sinə qədər, 21-22-sinə qədər təbii ki, tarixi Təhsil Naziri tərəfindən müəyyənləşdirilir. Yəni müsahibə mərhələsi gedə bilir. Və bu sizi rahatlaşdırsın ki, yəni siz məzuniyyəti rahat şəkildə dincələ bilərsiniz. Amma çalışın ki, məzuniyyət ərəfəsində oxuyasınız. Yəni avqustun 5-i 10-u müsahibə mərhələsi olması yəni mümkün deyil. Çünki illərdir hər zaman məzuniyyətdən sonra olub. Çünki məzuniyyətdə hər kəsin haqqıdır ki, başqa ölkəyə getsin, başqa kəndə getsin, başqa yerə getsin. Ona görə bu şəkildə olur. Amma MİQ müsahibəsi isə vakansiya seçimi təsdiqləndikdən harca bir 15-20 gün ərzində, uzağı 10 günə, 15 gün ərzində həyata keçirilir. Və bizim də məqsədimiz sizlərə dəstək olmaqdır, sizlər üçün video çəkməkdir. Siz də bu videonu hər kəslə paylaşaraq dəstək ola bilərsiniz. İllərdir biz müsahibə mərhələsində dərslərimizdən belə canlılar açıb müəllimlərə dəstək olmuşuq. Və bu ilki də məqsədimiz sizlərə dəstək olmaqdır ki, siz də uğur qazanasınız. Yəni Fərəcov Akademiyinin sadəcə məqsədi sizinlə belə deyək də bir yerdə uğuru addımlamaqdır. Ola bilər ki, siz bizi izləyirsiniz, biz sizi tanımırıq, təbii ki, amma illərdir bizim ödənişsiz dərslərimizdən belə minlərlə müəllimin yüksək nəticəsi olubdur. İnşallah ki, bu il də olacaq. Və müsahibə dərslərimiz nə zaman başlayır? Bu sualı da bizə verirsiniz. Müsahibə dərslərimiz iyul ayının 20-sindən başlayır. İlk qrupumuz nə üçün? 1 ay 10 gün, 1 ay 15 gün ərzində bütün proqramı öyrədirik və yavaş-yavaş proqram gedəcək. İlk qrup açılır, artıq dolmaq üzrədir. Kim istəyirsə qoşula bilər. Bir də müsahibə üzrə, MİQ üzrə isə inşallah ki, imtahandan sonra qrup açılacaq və başlanılacaq. İstəyən müəllimlər qoşula bilərlər. Əgər siz qrup istəmirsinizsə, fərdi hazırlığımız da var ki, Gülşən müəllim tərəfindən keçirilir. Və bu ilki müsahibə dərslərimiz də Zoom proqramında olacaq. Bizim məqsədimiz birbaşa canlı sual cavabdır. Yəni biz danışmamız yox, sizin danışmanız. Çünki müsahibə mərhələsində bu önəmlidir. Və indi qoşulan bütün hər kəsə həm müsahibə fərdi dərslərinə, həm də qrup dərslərinə 40% endirim var. Elə bir qiymət müəyyənləşdirmişik ki, bu qiymət hər kəsin büdcəsinə uyğun olacaq və yalnız bir dəfə ödəniş edəcəksiniz. Belə, müəllimlər, yenə də paylaşım edəcəm sizlər üçün. Mənim məqsədim sizlərə dəstək olmaqdır və sizin də məqsədiniz oxumaq və bizim kanala abunə olub bizim videoları gözləmək olsun. Çünki biz də sizlər üçün maraqlı məlumatlar paylaşacağıq. Sadəcə bəyənməyinizi, paylaşmanızı və rəy yazmanızı çox istəyirəm. Özünüzə yaxşı baxın. İnşallah ki, hər şey yaxşı olacaq.